Güney Azərbaycan televiziyasının həftə sonu proqramında biz dünyada və bölgədə baş verən əsas hadisələri analiz edirik. Müharibə davam edir. Amerika və İsrail zərbələri endirirlər İranda müxtəlif hərbi mərkəzlərə. Doğrudur, sanki Amerika prezidenti Donald Trump müharibənin bitirilməsi haqqında düşünür, amma hələ ki danışıqlar yoxdur. Çünki danışıqların baş verməsi üçün hər iki tərəfin razılığı olmalıdır. Razılıq olmadan masa arxasında oturmayacaqlar. İndiki şərtlər altında isə bu mümkün görünmür hələ ki. Bir tərəfdən Trump danışıq deyir, o bir tərəfdən də amma zərbələr endirilir. Elə İran özü də yəni açıq deyir ki, yox biz danışıqlar istəmirik. Amerika güya kompensasiya ödəməlidir. İranın şərtlərini yerinə yetirməlidir ki, Amerika bunu heç zaman etməz. Ona görə də müharibə ilə bir müddətdə davam edəcək. Əslində Amerikanın əsas məqsədlərindən biri bu idi ki, İranda bir hakimiyyət dəyişikliyi baş versin, zəifləsin, dəyişsin, nə bilim Venezuela'da kimi bəlkə sözə baxan olsun. Bunlar hələ ki alınmır. Ona görə Amerika İran rejimini necə ram edəcək sualı öz aktuallığını qoruyur. Bu mövzunu proqramda geniş müzakirə edəcəyik və proqramımızın bugünkü qonağı çox dəyərli siyasi şərhçi Müşfiq Abdulladır. Müşfiq bəy, xoş gəlmisiniz. Sağ olun. Müşfiq bəy, quru əməliyyatı haqqında çox danışılır. Çünki bəlli oldu ki, ancaq hava zərbələri ilə bu rejimi dəyişməyə, zəiflətməyə nə qədər xeyli başsız qalsa da mümkün görünmür. Amma bu quru əməliyyatın riskləri haqqında da müəyyən fikirlər var. Düzdür, Amerika müharibə bölgəsinə xüsusi təyinatları da tədricən gətirir. Bu da belə bir təsəvvür yaradılır ki, quru əməliyyatı ola bilər. Amma başqa bir variant kimi o da səslənir ki, bəlkə Hörmüz boğazına nəzarəti götürmək üçün o bir neçə adaya quru əməliyyatı həyata keçiriləcək. Sizin proqnozlarınız necədir? Bir daha təşəkkür edirəm dəvətiniz üçün İlxan bəy. Ümumiyyətlə İrana qarşı quru əməliyyatı keçirilmədən əvvəldən belə proqnozlar vardı ki, İran üzərində Amerika Birləşmiş Ştatlarının qələbəsi qeyri-mümkündür. Yəni tam qələbə çalmaq üçün quru əməliyyatları keçirilməlidir. Amma ümumiyyətlə İranda bu əməliyyatın hansı formada keçiriləcəyinin mexanizmi hələ müəyyənləşməyib. Çünki burada müxtəlif variantlar müzakirə olunur, belə görünür ki, hər halda Amerika Birləşmiş Ştatlarının İran sahillərinə hardasa bugünkü şərait üçün 50 mindən artıq hərbi qüvvə cəmləməsi göstərir ki, Trump administrasiyasının deməli niyyəti ciddidir və onlar İran rejimini devirmək üçün quru əməliyyatlarından da istifadə etməyi planlaşdırırlar. Ancaq bununla bağlı əvvəllər başqa bir xəbərlər ortaya çıxırdı və bildirilirdi ki, Birləşmiş Ştatların əsas niyyəti deməli nüvə mərkəzlərini ələ keçirmək üçün quru qoşunlarından istifadə etmək niyyətindədir. Desant qüvvələrindən, xüsusi təyinatlılardan, dəniz pişiklərindən və onlar deməli nüvə mərkəzlərindəki sentrifuqaları və zənginləşdirilmiş uran ehtiyatını daşıyıb aparmalıdır. Ancaq bilirsiniz ki, o uran ehtiyatı, zənginləşdirilmiş uran ehtiyatını hərbiçilərin daşıyıb aparması bu çox çətin bir prosesdir və bəlkə də bunun üçün xüsusi mütəxəssislər lazımdır, xüsusi maşınlar lazımdır, xüsusi laborator avadanlıqlar lazımdır. Çünki bunu hərbiçi girib oranı zəbt eləyə bilər, tuta bilər, ancaq onu necə götürüb apara biləcək, necə daşıyacaq? Yəni bu suallar var idi. Ancaq sonradan başqa məlumatlar çıxdı ortaya. Yəni Hörmüz boğazında baş verən proseslər aktuallaşandan sonra belə fikirlər, məlumatlar yayıldı ki, artıq İran üçün prioritet məsələ Hörmüz boğazını açmaqdır. Ona görə də İran, üzr istəyirəm, Amerika Birləşmiş Ştatları üçün əsas prioritet məsələ Hörmüz boğazını açmaqdır. Ona görə də quru əməliyyatlarından istifadə etmək məcburiyyətindədir. Paytaxt Tehranı tutub oradan o yolla quru əməliyyatları keçirib İranı məğlub etmək variantına gəlincə isə bu bir qədər real görünmür. Çünki İranın ərazisi çox böyükdür. Yəni bugün üçün real görünmür. İranın ərazisi çox böyükdür, bilirsiniz ki, və oradan mən sizə bir fakt deyim, Tehrandan Bəndər Abbas limanına qədər olan məsafə 1050 kilometrdir.
və bu ərazidən, yəni biz təsəvvür edək ki, Fars körfəzindən qoşun çıxarılsa, bu yəni 1050 kilometr dərinliyə qədər, İranın dərinliklərinə qədər bu qoşun gedib çıxsa, o dağlıq relyef ərazilərdə, yəni burada Amerika Birləşmiş Ştatları böyük itki verə bilər. Havadan desant tökülsə, orada da yəni mühasirəyə düşmək ehtimalı var. Çünki İran hələ müqaviməti davam etdirir. İranın terrorçu rejimin ətrafında xeyli terrorçu qüvvələr var. Sepahın quru qoşunları hələ qalır. Yəni ərteşin müəyyən qüvvələri qalır. Ona görə də orada da böyük itkilər verə bilər. Mən belə hesab edirəm ki, bu gün üçün Amerika Birləşmiş Ştatları daha vacib olan Hörmüz boğazını açmaqdır və bildirilir ki, Xark adasını tutmaqdır. Hətta belə ehtimallar var ki, bilirsiniz də orada Birləşmiş Ərəb Əmirlikləri ilə İran arasında 3 mübahisəli ada var. Əbu Musa, Böyük Tump, Kiçik Tump adaları var və o həmin adalarda zəbt edib orada müəyyən deməli hərbi qüvvələr yerləşdirməklə İranın müqavimətini cənub hissədən qıra bilərlər və bir də onu nəzərə alaq ki, Elxan bəy, İranın əsas neft resursları daha çox cənub sərhəddi boyu yerləşir. Yəni xüsusilə də ərəblərin yaşadığı ərazi Əhvaz bölgəsi boyunca və Xark adası istiqamətində ola bilsin ki, İran, üzr istəyirəm, Amerika Birləşmiş Ştatları məhz həmin əraziləri tutmaqla həm neftə nəzarəti ələ keçirsin, həm də ki, İranın Fars körfəzinə çıxışını bloklasın və bununla da əsas məqsədlərindən biri olan neftə nəzarəti ələ keçirsin və digər istiqamətdə isə Çinə neft ixracatının qarşısını ala bilsin. Yəni, əsas istiqamətlərdən biri bu ola bilər. Ancaq ümumilikdə Amerika Birləşmiş Ştatlarının İrana quru qoşunları yeritməsi üçün tam şərait yetişməyib. Tam şərait yetişməyib və düşünürəm ki, İranın deməli, raket buraxılış məntəqələrinin tam sıradan çıxarılana qədər, hücumlarının qarşısını alana qədər müəyyən qədər Birləşmiş Ştatlar gözləyəcək və gözləmə mövqeyində dayanacaq ki, maksimum itki az verilməsi üçün məqsədi ilə ondan sonra quru qoşunları yeridə bilər. Ancaq hazırki şəraitdə düzdür, bu müəyyən qədər çəkindirici amil kimi də görünür. Yəni, qoşunların yeridilməsi təzyiq məqsədi ilə də görünür. Çünki paralel olaraq da danışıqlar söhbəti var axı Pakistanda. Ona görə təzyiq məqsədi ilə, çəkindiricilik məqsədi ilə də bu addım atıla bilər. Ancaq bugün üçün İran da müqaviməti davam etdirir, raketlər, dron zərbələri endirir. Bu da istər-istəməz quru qoşunlar üçün böyük itkilərə gətirib çıxara bilər. Bax, bu baxımdan da ola bilsin ki, Trump administrasiyası hələ müəyyən qədər gözləmə, çox olmasa da müəyyən qədər gözləmə mövqeyi tutsun və tamamilə İranın raket və dron potensialı sıfırlanana qədər və ya xeyli zəifləyib dayanana qədər gözləsin və ondan sonra qoşunları yeritsin. Yəni, bu addım da ola bilər. Ancaq ümumilikdə mən hesab edirəm ki, bütün İran ərazisini tutmaq üçün qoşun yeritmək o qədər real görünmür. Bu olsa da sonraki mərhələdə ola bilər. Yəni, o bir halda mümkün ola bilər ki, rejim kapitulyasiya imza atsın, təslim olsun, ondan sonra İran öz qoşunlarını yeritsin. Birinci mərhələdə isə Hörmüz boğazının tutulması, açılması, daha doğrusu Xark adasının tutulması və cənubdakı o neftlə zəngin ərazilərin tutulmasına söhbət gedə bilər.